Bir. Bəli, əziz izləyicilərimiz, mən yenə də Azərbaycanımızın çox gözəl, bax o təbiəti çək bir dənə. Görün biz hardayıq? Gözəl Lerik rayonunun Nuravut kəndində ən gözəl yerlərdən birindəyik. Və qabaqcıl nümunəvi və əməkdar müəllim Qozan müəllimi sizlərə təqdim edirəm. Amma təqdim etməmişdən əvvəl bunu deyim ki, Fazlıoğlu MMC 04 2026-cı ildən fəaliyyətə başladı. Nömrələrimiz başda var və bütün xaricdə təhsil, mühasibat kursları, kompüter kursları, hər biri, bütün abituriyent hazırlığı və dillərin öyrədilməsi, dövlət qulluğu və MİQ hazırlığı hər biri bizdədir. Bəli, Lerik rayonundan keçdik Lerik rayonu haqqında. Lerik rayonundan Zoni kəndinə qədər, Lərməli, Taftoni, bütün kəndlərə qədər həm əməkdar müəllimlər, həm tərəqqi medal müəllimlər, həm də qocaman müəllimlər sevmişəm. O qocaman müəllimlərdən birini də sizlərə təqdim etmək istəyirəm. Respublikada ad almış əməkdar müəllim. Müəllim, burada bir daha sizi xoş gördük. Allah təala sizə uzun ömür, can sağlığı versin. Adınız, soyadınız? Əzizov Əhməd Şizayidoğlu. Çox gözəl. Neçə il təhsil sahəsində çalışmısınız? Mən 1981-ci ildən fasiləsiz olaraq 2026-cı ildə Lerik rayon Nuravut və Orant kəndində öz ixtisasımızla müəllim işləyirəm. Çox gözəl. Və əməkdar müəllimi nə zaman almışsınız? Bəli, əməkdar müəllimi prezidentin sərəncamı ilə 2004-cü ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev sərəncamı 422 nömrəli sərəncamı ilə əməkdar müəllimi statusu almışam. Çox gözəl. Çox gözəl. Biz sizdiki müəllimlərlə fəxr edirik. Bəli, görürsünüz Respublikanın əməkdar müəllimlər kitabında da var. Müxtəlif kitablarda müəllim haqqında məqalələr var. Hörmətli izləyicilərimiz, müəllim hal-hazırda neçə il müəllim kimi çalışırsınız? Mən 47-ci ildir. Ay maşallah. İş faal, mənim iş stajım vardır. Neçə yaşınız var müəllim onda? Mənim 70 yaşım var. Cavan qalmaq sizin çəkilişlər sonra müəllimlərə deyəcək inşallah. Allah ömür versin, can sağlığı versin. Mən də biləm müəllimin 61-62 yaşı var. Allah sizə ömür versin müəllim. O gün olsun biz sizin 80 yaşınızda, 90 yaşınızda, 100 yaşınızda gələk gözəl çəkiliş eləyək və çəkilişlərimizi inşallah bütün Respublikaya yayaq Allah qoysa. Biz bilirik ki, müəllim həm qocaman müəllimdir, həm əməkdar müəllimdir, həm indi hal-hazırda Orant məktəbində müəllim kimi işləyir, həm də ki, müəllim gözəl ata, gözəl babadır. Neçə övladınız var müəllim? Bizim 7 övladımız, 17 nəvəmiz vardır. Ay maşallah. Neçə nəticəniz var? Nəticə hələ yoxdur. Yəni inşallah mənim böyük nəvələrim Lənkəran Dövlət Universiteti Riyaziyyat Fakültəsində təhsil alır. Çox gözəl. Biz sizi müəllimlərlə fəxr edirik, qürur duyuruq. Allah təala sizə uzun ömür, can sağlığı versin. Və bəli, ona görə də biz Çağdaş Təhsil komandası olaraq müəllimi gəlmişik ki, həm jurnalımızda, həm sosial şəbəkələrdə inşallah işıqlandıraq. Bugün 2026-cı il gözəl bir gündür. 9 may Qələbə günündəyik. Gəlmişik, gözəl bir səfalı vaxtda, gözəl gündə müəllimi çəkməyə və təbiətin qoynunda çəkdik. Və müəllim, bu kadrlara 10 il, 20 il, 30 il sonra baxacaq nəvə nəticələriniz. Onlara nə arzulursunuz? Mən onlara xoş günlər arzu edirəm. Arzu edirəm ki, öz babanın yoluna davam etdirsinlər. Çünki mənim fikirləşirəm ki, gələcəkdə davamçılarım olmalıdır. İnşallah. Mən indidən Allah nə qədər mənə ömür versə, indidən öz davamçılarımı yavaş-yavaş yetişdirirəm. İnşallah biz də sizə uzun ömür, can sağlığı arzu edirik. Öz növbəmizdə mən Vüsal Kəlbəcəri Çağdaş Təhsil komandasının rəhbəri və bizim illərin jurnalisti Arzu xanım, bölgə müxbirimiz və bizim yeni kameramanımız da buradadır, Elmədin bəy də. Sizə öz adımızdan dərin təşəkkür edirəm. Çox sağ ol deyirik. Təşəkkür edirəm, minnətdarım. Çox sağ ol müəllim. Amma 80 yaşda gələcəyik. 90-100 yaşda gəlib gözəl çəkiş edəcəyik. İnşallah Allah ömür versə yenə görüşərik. İnşallah. Sağ ol. Can sağ ol.